kimi insanlar baxırıq ki, Vəzar kimi toyuq oğrulara o yaşıl pipik başlı var ha. Vəlizar. Qız oğlan olub özünü indi qız eləyib. Başı özü toyuğun pipiyini oxşayır. Xoruzun başı o sallaq pipiyi var ya o toyuq oğrusu. Sözüm ona da, toyuq oğrusu. Gedsən elə hərəkət edirsən ki, sən bugünkü gündə bilsən neynədin? Bütün tiktokerlərin yolunu bağladın. Gül bu tiktokerlərin boyunu soxum yerə ki mən. Bugünkü gündəki bu boyun soxum bu tiktokerlərin yerə. İndiyə qədər gör. Biz o petuq-mituğa dəstək olanlar, insanlar var, o petuqlar. Sizdən yaxşı çıxdılar. Petuqlar hamıya dəstək olur, xəstələrə şəfa tapırlar. Ərəsi bir banisi de, amma siz öz cibinizdə işləyirsiniz, toyuq oğruları. Yaşıl baş ördəklər. Bugünkü gündə baxın da, baxın, ağzınıza trans deyirsiniz, petuq deyirsiniz, lezbiyanka deyirsiniz. Baxın, görün nə qayrı. Xəstələri yatızdırır, xəstələrə şəfa verdirirlər. Bir gündə 10.000 manat, 20.000 manat pul, dəstək götürürlər, verirlər xəstələrə ki, kasıblar dolansın. Amma sizlər nə qayrısınız? Sizlər alsız cibinizə qoysunuz bu, nə bilim, anamın canı vaqadır, nə bilim, opsidir, bupsidir, ancaq öz cibinizə işləyirsiniz, yaşıl baş ördəklər. Bir fikirləşin insanlar da, baxın da, başında o yaşıl baş ördək var, toyuğun axırıncı yumurtası, o, Timadır, Qarbaçovdur, nədir, baboşdur, toyuq oğrusudur, bunlar hamısı üzdən İraqlar, alıblar Azərbaycanı ələ.